Oturacaqları 10 sm və 4 sm olan bərabər yanlı trapesiyanın diaqonalı yan tərəfinə perpendikulyar olarsa, onun hündürlüyünü tapın. Trapesiya çəkək. Onun diaqonalı yan tərəfinə perpendikulyardır. Oturacaqları 4 və 10 sm-dir. Hündürlük çəksək, hündürlüyün ayırdığı hissə olacaq, bir hissə olacaq 10/4/2, yəni olacaq 3. Digər hissə 7-yə bərabər olacaq. Onda düzbucaqlı üçbucaqda, yəni burada alınmış A, B, C düzbucaqlı üçbucaqdır. H-ın kvadratı bərabərdir H-ın hipotenuzdan ayırdığı hissələrin hasilinə. Onda olar ki, H kvadrat bərabərdir 7/3, H bərabərdir kök altda 21. Düzgün cavab Y-dir.